mərhəmətli və rəhimli Allahın adı ilə. Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscid-ül Harama tərəf çevir. Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir. Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də onların qibləsinə üz tutan deyilsən. Onlar özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalimlardan olarsan. Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də onlardan bir dəstə haqqı bilə-bilə gizlədir. Haqq sənin Rəbbindəndir. Odur ki, şübhə edənlərdən olma. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.